Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Hər zaman olduğu kimi bu dəfə də mən Havin Şəfa qızı və mənim biri-birindən maraqlı sujetlərimlə evinizin qonağıyıq. Son zamanlar ekranları və sosial şəbəkələri zəbt edən Elnarə Vahidova haqqında danışacağıq. Çünki Elnarə Vahidova öz zəhməti ilə qazanan bir xanımdır. Amma onun çox gözəl səsi var, bunu da danmaq olmaz. Keçən həftə Elnarə xanımın evində olduq, çox gözəl bir sujet çəkdik. Bilirəm ki, bizim çoxsaylı tamaşaçılarımızın xahişi nəticəsində onu bir daha efirə verməyimizi istəyirlər. Gəlin bir yerdə izləyək. Salam Elnarə xanım, xoş gördük sizi. Xoş gəlmisiniz. Allah köməyiniz olsun ki, yəni mənə vaxt ayırıb mənimlə maraqlanmaq üçün bizə gəlibsiniz. Çox sağ olun. Mən efir qarşısında olan tamaşaçılarımızı da salamlayıram. Belə. Çox sağ olun. Elnarə xanım, bəzi müğənnilərimiz kimi əlbəttə ki, sizin də bu müğənnilik sənətinə gələnə qədər hansısa bir çətinlikləriniz, hansısa bir maneələriniz olub yəqin ki. Niyə bu sənətə gec gəldiniz? Maneə nə idi? Yox, çətinlik saysaq 1-2 deyil, o yəni bir sahada sığmaz. Amma belə deyək, maneə də belə olub ki, yəni biz yetim böyümüşük, yanım tək bizi böyüdübdü. Mənim oxumağıma bilirsiniz, anam icazə verməyib. Niyə görə? Çünki el qınağı var idi, yəni o vaxtlar el qınağı vardı. Bax, belə bir şeylərə görə, yəni mən bu sənətin dalıca düşmədim. İnanın ki, o qədər arzulayardım ki, oxumağı, uşaqlıqdan mənim arzum olub oxumaq. Belə bir maneələr olub ki, yəni el qınağına görə anam məni oxuda bilməyib bu sənətin dalıca. Hətta mən orta məktəb belə yarımçıq qaldı, mən də onu belə oxuya bilmədim. Mən elə sual verəcəkdim ki, sizin ən böyük arzunuz yəni müğənnilik olub, yoxsa hansısa bir sənət olub, sadəcə səsiniz olub? Yox, başqa bir sənət yox, amma oxumaq mənim həmişə arzum olub. Mən 5 yaşımdan artıq mənim səsim olduğumu hər tərəfdə bilirdilər, qohum, əqrəbə, anam. Bütün gün oxuyurdum da, yəni bu bilinirdi. Özümün də marağım var idi ki, oxuyum. Amma indi biraz belə də deyək də, elin qınağı, mən yoldaşımla ayrılanda qohum, əqrəbənin 80%-ni itirdim. Ona görə mən oxumağın dedim, konkret üstünə düşüb geçsəm ki, mən oxuyuram. Bunların 20% də itirəcəm. Buna görə ən birincidə ki, mənə həm ata olub, həm ana olan anam istəmirdi mənim oxumağımı. O vaxt anam icazə verdi ki, artıq gec idi. Bəs yaxşı, artıq siz müğənni kimi öz fəaliyyətinizi davam etdirəndə bu yolda sizə kimlər kömək etdi? Bu yolda mənim ən böyük dəstəkçim təbii ki, Zaur Bəxşəliyevdir. Yəni ona qədər mən oxumuşam, heç mən el məclisində də belə yəni oxumamışam, məclisdə durum deyim ki, oxumuşam, yox belə bir şey olmayıb. Sadəcə çalışdığım yer bugün sosial şəbəkədə də bəllidir. Mən Meyvəldə işləyirdim. Orada uşaqlar çəkib qoymuşdu YouTube səhifəsinə. Zaur bəy də yəni məni oradan kəşf elədi, tapdı. Təbii ki, mənim bugün bir 60% əhali tanıyırsa, bu təbii ki, reallıqdır, bunu danmaq olmaz, bu Zaur Bəxşəliyevin sayəsindədir. Bəs Elnarə xanım, olur da, yəni həyatdır, hansısa bir çətinliklərlə üzləşirik. Həmin çətinliklərlə üzləşəndə ilk yada düşən ad? İlk yada düşən ad atamın yoxluğu. Ən çətin ədara düşəndə atamın yoxluğu gəlir. Allah rəhmət eləsin. Çünki mən 2 aylıq olanda atam dünyasını dəyişib avtomobil qəzasından. Bəlkə bugün mənim gəldi duyğular fəsili, sağollaşıb getdi yaz, deyir əlinə al qələmi, ona bir mahnı yaz, bu günlərdə ötüb gedər. Mən o gün bir müsahibə verdim, yəni bax belə şeylər məni incidir. Yəni bugün sosial şəbəkə... Arzunuz? Bax bu yəni müğənnilik ilə bağlı. Bax elə bir ifa olub ki, siz onu oxumaq istəyirsiniz. Ki yəni bax bu ifanı istəyirəm ki, yazdıram, oxuyam.
Bəli, çox mahnılar var ki, məsələn mən onları istərəm ki, elə qoy belə deyim, rəhmətli, Allah rəhmət etsin, Məhəbbət müəllimin mahnılarından var ki, onları oxumaq istərəm. Ondan sonra Baloğlan müəllimin ifası, Səyyad müəllim Allah rəhmət eyləsin, Məmməd Bağır müəllim, çoxdur. Allah məkanlarını onların cənnət eləsin, Allah onları rəhmət eləsin. İstərdim onların, amma indi bunların hamısı bütün mahnılarda bugün bilirsiniz maddiyyət dururdu hər şeyin qarşısında. Bunlar hamısını istəyərəm. Amma indi gələk bir şey açıqlamaq istəyirəm ki, mən sosial şəbəkədə mənim üçün yazırlar. Sən get kartofu, soğanı təmizlə. Bu da özüm bir təhər bu toy camiyəsinə məcbur sal deyə özünü. Yəni mən buradan üzümü tutub o insanlara demək istəyərəm ki, siz mənim nələr çəkdiyimi bilirsinizmi? Və yaxud mən gedib yenə əziyyət çəksəm, bu sizə xoş olarmı? Bir çox müğənnilərimiz var ki, sizdən də daha ağır vəziyyətdə, əslində sizdəki ağır vəziyyət deyil, siz hansısa bir işlə məşğul olmusunuz. Daha ağır vəziyyətdən hal-hazırda daha məşhur bir müğənniliyə qədər gəlib çatıb. Yəni o cılız bir insanların fikirləridir. Sizin səsinizdə, sizin ifanızda bir muğam istəyərdik. Olar. Yığılmır yollardan fikrim, xəyalım. Yığılmır yollardan fikrim, xəyalım. Görəm bu çöllərdən kimin var mənim sazdayım. Sazda kərəmiyə qoşulan səsim, kamanda inləyəm. Simin var mənim, kəsilib qapıdan gedib gələnim. Kəsilib qapıdan gedib gələnim. Yox mətləb qananım, qədir biləm. Tufanlar qoynundan yorğun köhlənim. Dumanlar içindən gəmim var mənim. Özgəni güldürən sözüm, söhbətim. Özümü ağladan qəmim var mənim. Ah ayağım ay. Ay maşallah, çox sağ olun. Təşəkkür edirəm. Çox sağ olun. Allah razı olsun. Növbəti sujetimiz Azərbaycanın fəxri olan Fariz Abdullayev haqqındadır. Gəlin Fariz və onun komandası ilə yaxından tanış olaq. Spartans never retreat. Spartans never surrender. And by Spartan law, we will stand and fight. Right, left, then left, right. I seen him stutter word. He didn't duck and got stuck with your uppercut. Now hear the crowd screaming. It's like they feeding. Oh, don't you love how that black man swing? We keep it real. Tell Holyfield he next in line. So get his heart problem checked before he stepped in mine and Selden. I hardly know you. Don't bother me to show you. Let your hand get gas by that fast promoter. Be real forever. So feel my lever in combinations. Connected like Dr. Dot and steady formation. Swift and deadly. Cause this be deadly. I'm a soldier. It's too late now. I tried to told you. Get it on. Let's get ready to rumble. Fariz Abdullayev Beynəlxalq Real Aikido Federasiyasının vitse-prezidenti dünya üzrə və Azərbaycan Real Aikido İdman Klubunun həm təsisçisi, həm də ki rəhbəriyəm. Beynəlxalq dərəcəli 5-ci dan qarakəmər ustasıyam. Hal-hazırda bizim Bakı və Sumqayıt regionları üzrə 15 belə deyək klubumuz var və bu ən son götürdüyümüz klublardan biridir. Hal-hazırda 28 may filialındayıq. Ən şəraitli, ən belə deyək yüksək keyfiyyətə malik olan tatamilərlə bir yerdə və peşəkar məşqçilərlə bir yerdə biz burada Real Aikido özünü müdafiə sənətindən belə deyək təlimlər veririk. Hal-hazırda arxada məşq edən idmançılar da milli yığmanın üzvləridir. Orada içlərində qara kəmər ustaları da var. Belə deyək qara kəmərə namizədlər də var. Xanımlardan ibarət komanda da var. Və eyni zamanda bu klubumuzda həftənin 3 günündə uşaqlar üçün məşqlər var.
4 yaşdan 13 yaşa qədər və digər vaxtlarda da böyüklər üçün olan məşqlərimiz var. Və bu sistemdə yaş məhdudiyyəti ümumiyyətlə yoxdur. Hal-hazırda 70 yaşa qədər xanımlar və bəylər məşq etməkdədir və bu da bizim üçün qürur vericidir. Onu da qeyd etmək istərdim ki, yəni diqqətlə izləsəz, siz çox zallarda olursunuz, çox idman növlərində olursunuz, yəqin görə bilərsiniz ki, ən çox xanımlar bu idman növündədir. Yəqin ki, bu özünü müdafiə anlamı ilə bağlıdır. Daha çox özünü müdafiə etməyə gərək duyurlar. Ona görə hər bir halda bacardığımız qədər çalışırıq ki, idmanın inkişafına dəstək olaq və bayrağımızı uca tutaq. Və eyni zamanda klub haqqında soruşdunuz. Azərbaycan Real Aikido İdman Klubu 20 iyun 2013-cü ildə Ədliyyə Nazirliyində rəsmən qeydiyyata alınmışdır ictimai birlik kimi. O vaxtdan bu vaxta da biz yaxşı formada belə deyək təbliğatımızı qurmuşuq və sağlamlığı təbliğ edirik. Hal-hazırda Azərbaycan Real Aikidosu dünya üzrə tanınır. Yəni biri var ki, tək region üzrə, bir də var dünya üzrə. Artıq biz sayını unutmuşam. Ya 8 ya 8 olmalıdır. Səhv etmirəmsə 8-ci dəfədir ki, dünyada birinciyik. Bəlkə də 9 da ola bilər ki, həm bütün kateqoriyalarda döyüş formasından tutmuş, imtahana hazırlıq, fiziki və texniki hazırlığa qədər, təşkilatçılığa qədər ən yaxşı bizi nümunə olaraq göstərirlər. Birincidən qara kəmər ustasıyam. Mən onu da qeyd edeyim ki, daha doğrusu yığmanın üzvüyəm, milli yığmanın üzvüyəm. Yəni dediyim kimi birincidən qara kəmərdir və ondan da əlavə 2 dəfə Qazaxıstan çıxışımız olub. İnşallah qismət olarsa da mayda ikincidən qara kəmərə imtahan verəcəm. Düzü təsadüfi mən birinci dəfə 2015-ci ilin axırları idi, seminara da getmişdim və oradan sonra qərar verdim ki, mən bu idmanla məşğul olmalıyım. Çünki çox xoşum gəldi. Mən Vüqar Məmmədov, birincidən qara kəmər ustasıyam. Hal-hazırda Azərbaycan Real Aikido İdman Klubunun Yasamal filialının rəhbəriyəm. Mən ümumiyyətlə 2016-cı ildə məşqə başlamışam. Artıq 10 il olmağa doğru gedir bir neçə aydan sonra və başlayandan da Ağkəmərdən, balaca olandan elə Fariz bəyimin yanında başlamışam. Aikidoya marağım var idi və Azərbaycanda ən necə deyirlər, uğurlu idman klubu Azərbaycan Real Aikido İdman Klubu idi və mənim ətrafımda da bir neçə nəfər burada məşqlərə gedirdi və onların sayəsində mən elə burada da məşqə başladım. Many player hating niggas trying to sound like us. Say they ready for the funk, but I don't think they know it. Straight to the depths of hell is where them cowards going. Mən Nərgiz Bəşirova, Azərbaycan Real Aikido İdman Klubunun məşqçisiyəm. Uşaq qrupu üzrə birincidən qara kəmərə namizəd milli yığmanın üzvüyəm. 4 yaşdan 13 yaşa qədər oyundan ustalığı adlı proqram var. Uşaqlar o üzrə məşq edirlər. Həm biraz əyləncə, reaksiya, biraz da texniki özlərini necə müdafiə edə bilərlərsə uşaq proqramı üzrə. Uşaq qruplarında əvvəllər mən ilk başlayanda daha çox oğlanlar üstünlük təşkil edirdisə, son zamanlar daha çox xanımlar qatılmağa başlayıbdı. Bu da sevindirici haldır. Çünki özüm bir xanım olaraq bilirəm ki, idmanın nə dərəcədə xeyri var xanımlara, həm özünü müdafiə cəhətdən, özgüvən cəhətdən, fiziki mənəvi cəhətdən nə qədər xeyri olduğunu bilirəm. Öz üzərimdə də şəxsən görmüşəm və xanım idmançıların kiçik yaşdan qatılmağı onlara nə qədər faydalı olduğunu bilirəm. Bu da sevindirici bir haldır. İdmana çağırış kimi mən onu deyə bilərəm ki, hal-hazırda bilirsiniz ki, hər bir sahədə olduğu kimi idman sahəsində də peşəkarlar və qeyri-peşəkarlar təəssüf ki var və peşəkarlığı seçən, göstərən bir background var. Hər bir valideynə sözüm odur ki, uşaqlarını əmanət edərkən hər hansı bir məşqçini, istər məni, istər bir başqasını yaxşı formada araşdırsınlar. Bugünkü gün sosial şəbəkə dövrüdür, internet dövrüdür. Hər kəsi araşdırmaq çox asandır. Kim harda məşqə başlayıb, hansı lisenziyalara sahibdir, hansı sertifikatlara sahibdir, hansı və neçə il təcrübəyə sahibdir. Bunu hamısını internetdən görmək olur, araşdırmaq olur və zaten yaxşı idmançının reklamına o qədər də ehtiyac olmur. Hər kəs bilir ki, kim kimdir və təəssüf ki, zaman-zaman xəbərlərdə də eşidirik ki, hansısa bir zalda bir bədbəxt hadisə baş verir və s. Bu tip halların olmaması üçün peşəkar məşqçilərə müraciət etmək önəmlidir və bu son dərəcə önəmlidir. Çünki son zamanlarda biz də baxırıq, sosial şəbəkə inkişaf
etdiyi kimi, xeyri olduğu kimi eyni zamanda çox zərərli tərəfləri də var. Məsələn, yerindən duran bir şəxs sadəcə bir video açıb deyə bilir ki, məsələn, filan idman belədir, filan idman belədir, belə olmaz, elə eləyərlər. Yəni, hər kəs hər şey şunas olduğu üçün biraz aləmi qarışdırırlar. Ona görə də burada əziyyət çəkən sadə sıravi vətəndaşlar olur. İdman seçimi edərkən çətinliyə düşə bilirlər. Ona görə yaxşı-yaxşı araşdırıb sonda qərar vermək daha məsləhətdir. Getting high. These niggas got me tossing shit. I put the top down, now it's time to floss my shit. Keep your head up, nigga, make these mothers hot suffer. Up in the bins, burning rubber. Don't ever in your life try to knock the truest. I spit the illest shit ever been dropped into it. We got 4 niggas and low riders and ski masks screaming thug life every time they pass. Little life of a thug nigga till the day I die. Little life of a boss player, all eyes on line. Yo, live right there. I love pissing you off, gets me off. Like my lawyers when the fucking judge lets me off. All you motherfucker gotta do is set me off. For violating all the motherfucking pets me off. I'm a lit fuse, anything I do, bitch, it's news. Instead of you murdered motherfucking bounce a 6'2". Who needs bullets? As soon as I pull it, you sweat bullets. An excellent method to get rid of the next bully. It's actually better, cause instead of you method, you can hurt him and come back again and kick dirt on him. It's like pouring salt in the wound, so don't get sued. You can smell the loss as soon as I walk in the room. Everybody halts and stops, calls the cops. All you see is bitches coming out their hall to tops, running and ducking out the Hot Rocks parking lot. You'll all get tops, whether it's your fault or not. Don't ever in your up in the bins, burning rubber. Don't ever in your life try to knock the truest. I spit the illest shit ever been dropped into it. We got 4 niggas and low riders and ski masks screaming thug life every time they pass. Little life of a thug nigga till the day I die. Little life of a boss player, all eyes on line. Yo, live right there. I love pissing you off, gets me off. Like my lawyers when the fucking judge lets me off. All you motherfucker gotta do is set me off. For violating all the motherfucking pets me off. I'm a lit fuse, anything I do, bitch, it's news. Instead of you murdered motherfucking bounce a 6'2". Who needs bullets? As soon as I pull it, you sweat bullets. An excellent method to get rid of the next bully. It's actually better, cause instead of you method, you can hurt him and come back again and kick dirt on him. It's like pouring salt in the wound, so don't get sued. You can smell the loss as soon as I walk in the room. Everybody halts and stops, calls the cops. All you see is bitches coming out their hall to tops, running and ducking out the Hot Rocks parking lot. You'll all get tops, whether it's your fault or not. Don't ever in your life try to knock the truest. I spit the illest shit ever. Gücünüz! Sıradakı sujetimiz Fəxrimizsən rubrikasıdır. Gəlin görək bu dəfəki qonağımız kim? Axşamınız xeyir olsun. Dünya TV'nin izləyiciləri. Artıq növbəti həftə sonudur və bugünkü rubrikamıza başlayırıq. Bugünkü qonağımız, bəli, mənim üçün çox dəyərlidir. Çünki 5 il müddətində mən bu xanımı yaxından tanımışam. Ən ağır günlərimdə, belə deyim sizə, o xanım mənim yanımda olub. Ramil şəhid olduqdan sonra biz həmin xanımla birlikdə bir qrup hörmətli şəxslərlə, şəhid ailələri ilə birlikdə Ramilgilin şəhid olduqları həmin o şəhidlərin evlərini ziyarət elədik. Və inanın ki, o xanımın, belə deyək, özünün səhhətində problem olduğu halda bizdən, necə deyərlər, öz köməyini əsirgəmədi. Bizə də yalnız o zamanlar kömək mənəvi dayaq idi. Bəli, bugünkü qonağımız mənim sevimli, daima mənim yanımda olan xanım Qarabağın tutusudur. Axşamınız xeyir olsun, xoş gördük sizi Tutu xanım. Necəsiz? Çox sağ olun, xoş gördük Reyhan xanım. Təbrik eləyirəm. Daim olsun, oğullarınız bol olsun. Şəhidlər bizim müqəddəs andımızdır.
hərə bir məsəl üçün Qurana and içəndə, amma mənim qucağımda şəhidlərimin sayı çox olduğu üçün mən həmişə deyirəm ki, yalan deyərəmsə o şəhidlər mənə qənim olar. Ona görə də 88-ci ildən bugünkü günə qədər mənim üçün əziz olan, doğma olan ailəmlə bərabər şəhidlərimdir. Cəm şəhidlərin ruhları şad, məkanları cənnət, yerləri behiştli olsun. Gördüyün kimi mənim də vəziyyətim budur. Şükürlər Rəbbimə, min şükürlər. Çox gözəl. Tutu xanım, belə bir sual vermək istəyirəm sizə. İlk öncələr bu əslində eşitmişdim dilinizdən. Çox insanlar, çox tamaşaçılar sizi tanıyır. Amma tanımayanlar üçün də mən çox istərdim ki, necə oldu ki, sizə Qarabağın tutusu adı verildi? Reyhan xanım, mən bəri başdan bir şey deyim. 88-ci il mən meydan hərəkatına qoşulan Azərbaycanda xanımlardan biriyəm. 7 oğlan, bir də mən, biz aclıq aksiyasını keçirdik, Topxana meşəsinin qırılmağına etiraz edərək. Yəni illər sonra 2022-ci ildə də yenə bizim sərvətimiz talan olduğu vaxtında Xankəndi Laçın yolunda, orada da yenə 2 gün bir, 3 gün bir getdim, aksiyaya qoşuldum. Vətənim üçün mənim o qədər əzizdir ki, hansı ölkəyə gedirəmsə gedim, vətənimə dönmək o qədər mənə şərəf gətirir. O cümlədən də Qarabağ mənə. Mən Qarabağı illər öncə 7-də oxuyurdum, ya 8-də oxuyurdum, yadımdan çıxıb o. Monsieur Jordan Dərviş Parisi partladır filminə baxırdıq. Atam da o vaxtları o şeydəydi, dağdaydı, hələ gəlməmişdi. Gözləyirdim ki, atam dağdan gəlsin, məni Qarabağa aparsın. Görəsən Qarabağ necə olan yerdir ki, Parisdən gəlib, uşaq ağıllarıdır da, fikirləşmirəm, o film burada çəkilib, fikirləşirəm ki, Parisdən gəlib bizim güllərimizdən dərman hazırlamaq üçün o çiçəkləri yığır. Mən o çiçəklərin həsrəti ilə ilk dəfə mən Şuşaya, Cıdır düzünə getmişəm və ondan sonra Laçını görmüşəm. Yəni hələ uşaq illərimdə. Ondan sonra bilmirəm, o vaxtı indiki gənclərdə bilmirəm var, yox deyə bilmirəm. Lager var idi. Yaxşı oxuyanlara lageri göndərirdilər Şuşaya, Laçına, Ağdama. Mən hər ili gedirdim ora. Hardasa bir 18 gün, 19 gün qalırdım. Ev üçün, darıxdığım üçün axıra qədər qalmırdım, aya qədər. Qaçırdım, evə gəlirdim. Amma mən o qədər Qarabağı çox istəmişəm. Yəni 88-dən sonra bizim 20 yanvar hadisəsi oldu. Nə qədər şəhidlərimizi, yaralılarımızı, Tbilisi prospektindən, ondan sonra o vaxtı Lenin prospekti idi, səhv eləmirəmsə, yadımdan çıxıb. Yəni indi hal-hazırda Azadlıq prospektidə olan yerlər var. Ondan sonra aeroport yolunda nə qədər yaralılar var idisə, gücüm çatdığı qədər o yaralıları çıxartmaq. Yəni bir növ elə bir ki, qorxaq adam, qorxaq bir qız 88-ci il dekabrın 4-dən 5-nə keçən gecəsi o qorxaqlığı mənim əlimdən aldı. Çünki döyüldümdü, məni əlimdən aldı, bilmirəm. Yoxsa onların 3 metr boylarını görüb məni əlimdən o qorxaqlığı aldı. Mən ilk dəfə gözümü Semaşqada açdım ki, soruşdum ki, məni bura kim gətirib? Dedilər ki, sənin yanında olan uşaqlardan. Çünki mən başladım özümə gələndən sonra uşaqları axtarmağa. Və 20 yanvar hadisəsində isə mən onlara dəstək oldum. Mən o yaralıları çıxartmağa gücüm çatdı. Mənlə bərabər Rada xanım var idi, Rəfiqə xanım var idi, Reyhan var idi. Yəni oğullarımızdan nə qədər Firuddin var idi, Xoca var idi. Yəni çox adam 20 yanvar hadisələrində Allah rəhmət eləsin bizim Fərux əmini. Fərux əmi dönə-dönə elə ki, bir küçəyə gedirdi, görür ki, orada əskər var, dönürdü, bir də dönürdü ki, oradakilərdən kimisə çıxartar. Yəni istəyirlər ki, küçədə yaralılar, şəhidlərimiz məsəl üçün qalmasın deməli. Bu minvalla mən hospitalda könüllü olaraq Papalində, yəni Bakı hərbi hospitalında könüllü olaraq tibb bacısı kimi xidmət eləmək. Və ora bir yaralı getmişdilər. Həmən yaralının qolundan yaralanmışdı. O yaralının qolu kəsilməli idi. Qolu kəsilməli idi. O yaralının qolu kəsilən zaman mən həkimlərimizə dedim ki,
Bunun qolu kəsiləndən sonra ilk sualı bu olacaq. Sevdiyim qızı, anamı, bacımı qucaqlamaq üçün mənim qolum hanı? Mən o sözü eşitməməkdən ötəri bizim Qostalan rəhbəri Vaqif İbrahimova ərizə yazdım ki, mən Ağdama gedirəm, döyüş bölgəsinə. İlk yardım göstərmək əlimdən gəlirsə, mən niyə Qostalda qalmalıyam? Və getdim ora. Mənə əmrimi vermədilər. 4 dənə əmirsiz döyüşə girəndən sonra bizim milli qəhrəmanımız Şirin Mirzəyev, bizim alay komanderimiz, dəyərli insan, gözəl insan. Onun baxışlarından hər şeyi hiss eləmək olurdu ki, o baxışlar nə deyir? Onun gülən sifətini heç zaman görmədim mi? Məni gəldi, Fərrux Dağı ətrafında yaxaladı. Dedi, mən sənə əmr vermişəm ki, kazarmadan kənara çıxma, sən burada nə gəzirsən? Bizdə bir uzun Allah verdi var idi, Allah ona da qəni-qəni rəhmət eləsin. Xaçı Stroydan idi, səhv eləmirəmsə. O qədər narkoz almışam, biraz adları ola bilər ki, səhv eləyərəm. Siz təsəvvürünüzə gətirin ki, həmən vaxtı uzun Allah verdi, belə elədi. Komandir, mən buna baxa dururam ki, yaralıları yola salmalıyam. Əlimdə də yaralı var. İndi mənə imkan verməyəcək ki, bu yaralını sarayım, qan aparmasın da bunu. Dedi ki, komandir, bura qədər nə qədər yaralımız oldusa, Ruxsarə xanım yola saldı. Dedi, xeyr, o Ruxsarə xanım deyil. O bizi alladıb bura gəlib. O, Qaraca Qız filmində oynayan, o tutudu. Dedim, belə elədim. Yox, ay komandir, yox, belə elədim. Dedi, yox. Orada Ağcanı xilas eləmişsən, burada da gəlmişsən bizim əskər və zabitlərimizi xilas etməyə, ilk yardım göstərib göndərməyə Qostallara. Dedim, əlimdən nə gəlirsə, mən üzr istəyirəm, komandir, sözünüzə baxmamışam, amma gəlmək borcum idi. Niyə? Çünki mən bura kazarmada oturmağa gəlməmişim. Mən ilk yardım göstərib həyata qaytarmaq oldu mənim peşim. Onda da qayıtdı, dedi ki, sənin əmrin Fərrux Dağı ətrafında gedən döyüşlərdə əmrin verilir. Əmr verdiyi o kağız da məndədir. Ondan sonra balaca bir knişka vermişlər mənə, o da məndədir. Şükürlər Rəbbimə. Amma heyflər olsun ki, elə komandirləri biz itirmişik. Mən 5-ci batalyon 2-ci rotada tibb bacısı kimi, baş tibb bacısı kimi xidmət etmişəm. 4 il. Və 44 günlük müharibədə də 38 gün Ağdam, Füzuli, Xocavənd. Yaxşı ki, o vaxtı düzdür, əlimizdə nə video var idi, nə aparat var idi şəkil çəkmək üçün. Amma indi hər şey elmək mümkündür. Çünki mən orada çıxış elədiyim zaman, o yaraları çıxartdığım zaman videolar çəkildi, şəkillər çəkildi. Şükürlər Rəbbimə. Ən çox sevinirəm ki, Ağdamımız alıb, Xocalımız alınıb, Şuşamız alınıb, Laçınımız, ondan sonra Qubatlımız, Cəbrailimiz, Zəngilanımız. Şükürlər Rəbbimə. Amma bir şey heyfslənirəm ki, bu 32 ildə ilk dəfə mən torpaqlar alınandan sonra gedəndə hansı rayondan bir ovuc torpaq götürdümsə, o torpaqdan külüyü gəlirdi. Amma indi o torpaqlardan gül iyi gəlir, çiçək iyi gəlir, yaşıllıq iyi gəlir, binalar düzəlir. Onlar daşın üstə daş qoymamışdılar. Amma biz isə bəli, o torpağın sahibi olduğumuz üçün daşın üstünə daş qoyaraq biz abadlaşdırırıq, biz gözəlləşdiririk. Allah dövlətimizi, dövlətçiliyimizi, 3 rəngli bayrağımızı qorusun. Görürsən, balaca bir otağımda gör nə qədər bayrağım var. Çünki mən bayrağımla, torpağımla, bu dəyəri xalqımla, biz dara düşəndə bir-birimizi tuta bilən bir millətik. Şükür Rəbbimə. Allah bizləri qorusun, xalqımızı, millətimizi, devlətimizi qorusun. İndən belə yağı gözü düşmanı bizim torpaqlarda gözü olmasın. Bizim heç kimin torpağında gözümüz yoxdur. Üstəlik də biz o qədər dürüst bir millətik ki, bütün sərhədlərimiz coğrafi bütövlüyündə sərhədlərimiz öz torpağımızdır. Dərbənd öz torpağımızdır, Təbriz öz torpağımızdır, Gürcüstan öz torpağımızdır. Yəni Türkiyənin Qars tərəfi öz torpağımızdır. Biz hamısından öz torpağımızla sərhəd olaraq yaşayan bir dövlətik. Tutu xanım,
Təşəkkür edirəm, minnətdaram. Bugünkü gün qapınızı üzümüzə açdığınız üçün, qonaqpərvərliyiniz üçün. Sonda nə demək istəyirsiniz bizim tamaşaçılara? Təşəkkür edirəm. Gəldiyiniz üçün minnətdaram, var olasınız. Amma onu da xalqıma, millətimə çatdırmaq üçün bir söz demək istəyirəm. Mən müharibəyə əlil ola gedən Azərbaycanda yeganə xanımam və getdiyim üçün də heç zaman peşman deyiləm. Nə yaxşı ki, bu vətənimin, bu millətimin evladıyam. Qabaqda bayramlar gələcək, bütün bayramları, xalqımızı təbrik edirəm. Sizləri öpürəm, bağrıma basıram, var olun. Allah sizlərə can sağlığı, şəhidlərimin ruhu şad, məkanları cənnət, qazilərimə can sağlığı versin. Yaşasın Azərbaycan xalqı. Növbəti sujetimiz bizim gözəl balamız Down sindromlu Məryəm Şıxarzadə haqqındadır. Qeyd edək ki, Məryəm Şıxarzadə Tanıyın Tanıdın layihəsinin qalibidir. Qoy mən yenə söhbət açım ilk baharımdan, nəğməm ilə bir də keçim öz diyarımdan. Qoy mən yenə söhbət açım ilk baharımdan, nəğməm ilə bir də keçim öz diyarımdan. Bol məhrəli buğan düzü, nil düzü, şirvan düzü, gəl gəl deyir şən Azərbaycan. Tər güllər şəfalıdır, göy güllər səfalıdır, hər yanı gülşən Azərbaycan. El qızları düzüm düzüm kür qırağında, min gül açıb Gəncəmizin hər budağında. Dost elləri Qarabağın dağlı qarlıdır, gen çölləri bu torpağın xoş baharlıdır. Bol bəhrəli muğam düzü, mil düzü, şirvan düzü, gəl gəl deyir şən Azərbaycan. Tər güllər şəfalıdır, göy göllər səfalıdır, hər yanı gülşən Azərbaycan. Hər damlası layla çalan göy xəzərim var, hər ulduzun nəğməm olan min şəhərim var. Keçdim yenə çiçək-çiçək hər mahalımdan, öz yurdumun doymaz ürəyi yüz vüsalımdan. Növbəti sujetimiz saatlıdan qonağımız olan Down sindromlu Azadə Həziyeva haqqındadır. Qeyd edək ki, Azadə balamızın köməyə ehtiyacı var. Buradan hər bir şəxsə, yəni imkanlı şəxslərə, gücü çatan şəxslərə səslənirik ki, Azadə xanımın evinin təmirə ehtiyacı var. Kimin nəyə gücü çatırsa köməyə, dəstəyə qoşulsun. Salam, xoş gördük. Salam. Buradan hər kəsi salamlayıram. Layihə rəhbəri olaraq başda siz olmağına da salamlayıram. Allah köməyiniz olsun ki, belə layihələrə rəhbərlik eləyirsiniz. Qızım Azadə 8 yaşı var, Down sindromludur, ürək küsuru və nitq küsurludur. Hal-hazırda yəni müayinə müalicələrdədir. Yəni bizim bu müayinə müalicələrinə daimi dəstək lazımdır. Yəni problem var ki, bizim yəni ev yoxdur. Kimisə evində sığınacaq olaraq qalırıq. Yəni dəstəklə Azadəyə bir ev tikilib, amma yəni onu tamamlamaq üçün mənə yəni dəstək lazımdır ki, o evi ən azından bir otağını tamamlayardım. Yəni qaldığımız sığınacaq ev çox rütubətlidir və Azadənin bu ürək küsuruna da o rütubət olmaz. Ona görə də ki, biz demək olar ki, hər ay dayanmadan müalicələrdik. Yəni xahiş eləyirəm imkanlı insanlardan dəstək ola bilərdilərsə, olardılar o evin ən azından bir otağını tamamlayardıq. Yarım tikilidir. Yarım tikilidir, bəli, yarım tikilidir. Yəni üstü yəni bağlamayıb, yəni tikilib elə də yəni qalıb. Üstünün bağlanması. Bir otaq təmirə ehtiyacı var.
Və Azadə bildiyimizə görə loqopeda getsə danışma. Bəli, danışma ehtimalı var. Bizim rayonda reabilitasiya yoxdur. Bunun üçün dəfələrlə lazım yerə müraciət eləsəm də, yəni rayonda bunun üçün heç bir şey eləməyiblər. İnklusiv təhsil açıldı, düzdür, açıldı müraciətimin üzərindən. O da yəni tam şəkildə açılmayıb, amma yenə də ən azından bir ünsiyyətdə olur, cəmiyyətcəndə olur, uşaqlarla ünsiyyətdə olduğundan yəni çox irəliləyişlər olur. Amma bizim loqopeda, psixoloqa həqiqətən yəni çox ehtiyacımız var. Yəni biz rayonda yəni olduğumuza görə problemlərimiz çoxdur. İndi hansından başlamasından qurtarıb da o da özüm də bilmədim. Səhhəti hal-hazırda nə yerdədir? Səhhəti hal-hazırda ürəyi izləmədədir. Sol klapan 1-ci dərəcə qüsurdadır. Sağ 2-ci dərəcədə. İndi onu elə bir müəyyən müddətdən sonra ikinci əməliyyat olacaq. Sol klapana süni qapaq qoyulacaq. Ona görə də izləmədədir ki, indi əməliyyat eləsələr məcburdur həkim deyir ki, 2 ildən bir eləyək ki, o dəmir qapaqdır da. Yəni ürək böyüyəcək, qapaq qalacaq. Ona görə qapaq dəyişilməlidir. İndi hələ ki müalicə ilə saxlayırlar. O ürək tam formalaşandan sonra əməliyyat edib bir qapaq qoyacaqlar. Bəli, dəyərli izləyicilərimiz, Azadə qızım bizim Tanıyın Tanıdığım bizi layihəsinin finalisti olub. Çox istedadlı balamızdır. Məşhur simaları hər zaman parodiya edib, parodiya etməklə yadda qalıb. Hal-hazırda bilirsiniz ki, Azadənin səhhəti yaxşı deyil. Buna görə də onun əsas yaşayış tərzinə baxılmalıdır. Yaşayış tərzi də onun səhhətinə belə deyim, əlverişli yer deyil. Çünki anasının da dediyinə görə biz özümüz də orada olmuşuq. Azadə üçün çəkilişə getmişdik. Ev rütubətdir və evdə hal-hazırda belə deyim, Azadənin səhhəti üçün yaşamaq əlverişli deyil. Odur ki, bütün imkanlı şəxslərdən, dəyərli dostlardan xahiş edirik ki, hərə gücü çatandan Gülnar xanımın əlaqə nömrəsini verəcək, Azadənin anasının ona yardım etsinlər. Ən azından mərhələli şəkildə bu evi təmir etmək olar. İlk növbədə 3000-3500 arası məbləğ olsa, üzərinə evin üstü bağlana bilər, yəni şiferi vurula bilər. Daha sonra ən azından bir otaq təmir olunsa, Azadə qızımız rahat yaşayar. Bütün imkanlı şəxslərdən Azadə qızımıza dəstək istəyirəm. Təşəkkür edirəm. Növbəti sujetimiz Tanıyın Tanıdım layihəsinin iştirakçıları Zəhra və Leyla bacıları haqqındadır. Axşamınız xeyir olsun, dəyərli Dünya TV izləyiciləri. Mən Zəhra Məhərrəmova, Tanıyın Tanıdım bizi 2 şeir müsabiqəsinin qalibiyəm. Nəcibə İlkinin Bayrağım şeiri. Qürurla dalğalan, qürurla dillən. Ay ulduz işıqlı sönməz bayrağım. Məğrur duruşunla, xoş baxışınla, üzü ağ dalğalan, dinməz bayrağım. Dalğalan Şamda, Kəlbəcərimdə, dalğalan Laçınım, Xudafərimdə, dalğalan dünyanın sən hər yerində, bir kərə yüksəlib, enməz bayrağı. Xocalı qısaslım, şəhid libaslım, müqəddəs and yerim, haqqım, halalım, həqiqət yolundan dinməz bayrağım, həqiqət yolundan dinməz bayrağım. Mən Tanıyın Tanıdım bizi layihəsinin iştirakçısıyam Leyla Məhərrəmova. Mən bu günlərim Vahid Əzizin Azərbaycandır Qarabağ şeirini səsləndirəcəm. Doğmadır torpağı, daşı, xalqın qədim vətəndaşı, ömrü günü canşir daşı, biri alov, biri bucaq, Azərbaycandır Qarabağ. Baba adı odlar yurdu, keçikçisi böyük ordu, oğlu, qızı, igid qoçaq. Bizimdir, bizim olacaq, Azərbaycandır Qarabağ. İndi isə gəlin autizm sindromlu olan Zeynəb və İbrahim bacı qardaşları haqqında çəkdiyimiz sujetə baxaq. Hər kəsi sayıram, bayramınız mübarək.
Saçları ölkəmə bağlıyam. Çünki mən Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisinə dəliqanlıyam. Qəlbimdə əbədi könmələr, mən fəxr edirəm ki Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisinə dəliqanlıyam. Qəlbimdə əbədi könmələr, mən fəxr edirəm ki Azərbaycanlıyam. Mən fəxr edirəm ki Azərbaycanlıyam. O da yurdumun azad gəncləri, üsəngi bayraqla ordumla izərli. İnanaraq biz tək Allaha birlikdə gedirik ilhamla sabaha. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisinə dəliqanlıyam. Qəlbimdə əbədi könmələr, mən fəxr edirəm ki Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisinə dəliqanlıyam. Qəlbimdə əbədi könmələr, mən fəxr edirəm ki Azərbaycanlıyam. 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 Zaman sürətlə gəlib keçsə də xatirələr qocalmır. Gəlin görək həyatımızı və günümüzü tənzimləyən saat əslində nə vaxt və necə yaranıb. Bu dəfəki qonağımız Saatsaz Yusifdir. Salam Yusif, xoş gəlmisən. Aleyküm salam, çox sağ olun. Saat mexanizmlərində son zamanlar bilirsiniz ki, texnologiyada dəyişikliklər və yeniliklər olur bu barədə. Dəyişikliklər əsasən bu dəqiqə elə olur ki, məsəl üçün smart saatlar var ki, onlara zəng gəlir, bildiriş gəlir və yaxud nə bilim başqa funksiyalar olur. Yəni belə dəyişikliklər var. Yəni artıq müasir zaman saatlar onlardır. Bəs siz ustaların saatlarda ən çox etdiyiniz səhv? Mən sizə belə bir söz deyim də, səhvə yol vermək deyəndə ki, saata əgər sökən diqqətlə fikir verirsən, səhvə yol verməməlisən. Çünki oradakı detallar bilirsiniz, çox xırdadır. Mən digər verilişlərdə də sizi çəkmişəm də, gəlib hətta sizin iş yerinizdə belə çəkmişik. Çox onun xırda detalları var da. Yəni necə dəqiqliklə sökürsüz və dəqiqliklə də o sökdüyünüz detalları yerinə qoyursunuz. Nə itmir, çox xırdadır. Yəni lupa ilə görünəcək dərəcədə xırdadır. Bəli, düz elə saatlar var ki, onlarda o qədər xırda çaxlar var ki, öz hər çaxın öz yeri də var. Gələ yerini düz oturdasan onu. Yenə deyirəm, əgər diqqətlə baxmasan çətin çəkəcəz. Gəl sökəndə baxasan hansı çax hərdən çıxdı. İndi belə deyək də, bəzi ustalar var ki, rastlaşırıq. Məsələn, mən yox, mənim bir yaxınım rastlaşıb. Bir saata aparıb və keyfiyyətsiz materiallardan istifadə edib. Bu barədə ustalara nə demək istərdiniz? Çalışmaq lazımdır ki, keyfiyyətli görmək lazımdır. Yəni nə qədər ki, keyfiyyətli görsələr, bir o qədər müştəriləri çox olar. Məsələn üçün olubmu ki, müştəri gətirib saatını və o bahalı bir saat olub, onu qəmgin halda yola salmısınız ki, bu saat artıq düzəlməyəcək? Olub əlbəttə. Yəni o saat olub görmüşəm məndə bunun detalı yoxdur. O cümlədən demişəm ki, bunun detalı tapma çətin məsələdir. Yəni düzələn deyil bu. Daha mənə deyil, hətta mənə deyirlər ki, bunu mən harda düzəldə bilərəm. Deyirəm vallahi bilsəm özüm düzəldərəm. Hətta məndən harda düzəldə bilərsən bunu. Hə, yəni ki, belə deyək də, siz olub ki, yəni bir şey düzəldə bilməmisiniz ki, yəni bunu mən bacarmıram, amma başqa bir yerdə bacarırlar.
Əgər həmin saatın detalı kimdəsə varsa, əlbəttə düzəldə bilər. İndi məndə yox deyən o deməkdir ki, kimdəsə yox, bəlkə kimdəsə var. İndi o müştəri özü axtarmalıdır başqa ustalarda onu. Məsələn, saat bazarında bilirsiniz ki, firma saatlar var ki, yetərincə şişirdilmiş qiymətlər olur. Bu barədə nə deyərsiniz? Qiymətlər düzdürsə, qiymətlər ümumiyyətlə yəni müxtəlifdir. Hərə bir qiymətə satır. Yəni biri 300-ə satır, məsələn biri 500-ə satır. O bilmək olmurdu onu. Yəni bazar kim neçə satır. Məsələn, bir çox brend saatlarını deyirlər ki, Çində yığılır da. Yəni bu doğrudur yoxsa? Düzdür, bəli, Çində yığılan saatlar var əlbəttə ki. Görürsüz, misal üçün hansısa bir ölkənin saatıdır, amma Çində yığılıb. Amma mexanizm olay mexanizm yığılır da, yəni Çin mexanizmi yığılmır, yəni orijinal yığılanda. Ən çox müştərilərin şikayət elədiyi saatda mexanizm. Ən çox müştərilərin şikayət elədiyi, ən çox saatda bu açar deyilən yeri var, nazik rezbəyə bağlanır. Ən çox o qırılır orada, vaxtda görürsə, həmin bir detal tez-tez qırılır. Sizə bir belə deyim də hissiyatlı bir sual verim belə ki, bəzi müştərilər saat ucuz olduğuna görə onun biraz qiymətinə varmır və ucuz hesab edir. Bu sizi necə incidirmi ki, yəni əşi ucuzdur da, siz məsələn üçün detalın qiymətini deyəndə ki, o da deyirsiniz ki, filan qiymətdir, o da deyir ki, əşi elə ondan sonra gedib saat alaram. Düzdür, saat var ki, məsələn, baxsa ucuz saatı deyirsən ki, 10 manat özəldərəm, deyir 5 manat almışam, deyir, onda gedib bir dənə də aldı elə. Olur elə şeylər. Yusuf, artıq sən 17 ildir bu sənətdəsən, artıq peşəkar sayılırsan, amma şəxsən mənə rast gəlmir, belə deyək, bu acınacaqlı da acınacaqlı deyil, bilmirəm. Son zamanlar gənclərin necə bu saat təmirinə də, yəni maraq var, yoxdur. Mən elə gəlir azalıb, amma nədən azalıb? Sizə bir söz deyim də, əvvəllər peşə məktəbləri olub, gəlib oxuyublar peşə məktəblərini. İndi peşə məktəbləri yoxdur, yəni öyrənmək istəyən gəlib usta yanında öyrənsin. İndi hər usta da razı olmur ki, axı kimisə öyrətsin. Yəni o da o baxımdan azalıb indi bu ustalar. Bilirsiniz ki, artıq rəqəmsal dövrdəyik. Mexaniki saatlara artıq maraq azalır deyəsən get-gedə. Yəni mənim fikrim budur. Buna münasibətiniz? Maraq azalsa da, amma yenə mexanik saatlardan istifadə edən var. Məsələn, smart saatlar bayaq dedim, onların təmiri yoxdur ki, o xarab oldu və səlam. Ona görə yəni bunlar tələbat olacaq həmişə. Bax, deyirik A-klass. Saatlar var ki, A-klassdır. Yəni ki, belə deyək, əslinə daha yaxındır da, yəni A-klass. Bəs yaxşı, A-klass əgər ona daha yaxındırsa, yəni belə deyək də, əsli ilə, yəni originalı ilə A-klass, məsələn, A-klass originaldan ucuz olur da, nə qədər olmasa. Mən gedib A-klass alıram da. Yəni bunların fərqi nədir ki? Məsələn, mən eyni saat görmüşdüm. Biri 4000 idi, biri 500 manat idi. Hublot firmasının saatı idi. Orada məsələn baxırdın, acı baxanda görürdün ki, onun rəngi fərqlidir. O orijinal daha şəffafdır, bu rəngi solğundur. O mexanizm Kitayda, bunda İsveçrədir. Yəni beləncə olur da fərqləndirmək olur onları. Heç yorulmusunuz ki, mən niyə məhz bu sənəti seçdim? Xeyr, yorulmamışam. Mən öz sənətimi sevirəm. Çox sağ olun, maraqlı müsahibə üçün. Hələlik. Keçən verilişimizdə bizim dəyərli aparıcımız, müğənni və modelyer olan Nahid Əhmədov bu qışın modasından danışmışdı. Bəzi tamaşaçılarımızın xahişi nəticəsində həmin sujeti bir daha veririk. Gəlin bir yerdə izləyək. Salam Nahid bəy, xoş gördük sizi. Salam, hər vaxtınız xeyirli olsun. Ekran arxasındakı tamaşaçılarımızı, başda siz olmaqla bütün yaradıcı heyətinizi salamlayıram. Çox sağ ol. Bugün sizi dəblə bağlı narahat etmişik. Çünki artıq qış ayı yaxınlaşır. Qışda hansı rənglər dəbdə olacaq? Bu barədə tamaşaçılarımıza deyərdiniz. Bəli, artıq 2026-cı ilin son aylarını yaşayırıq. Payız artıq bitir, qışa keçirik. 2025-2026-cı ilin dəbləri haqqında məlumat verə bilərik. Bəli. Hansı rəng ən çox dəbdə olan rəng? Bu il keçən illərdən fərqli olaraq qara və tünd rənglərdənsə daha çox açıq qəhvəyi rənglər, zeytun yaşılı rənglər və çəhrayı rənglər daha çox dəbdə olacaq bu ilin qışında. Qarderobumuza rəng qatmaq lazımdır bu il. Bəs hansı geyimlər dəbdə olacaq?
Rənglərdən sadəcə bu dediyim rənglər yox, həm də yaşıl, göy rənglər, bunlar da qarderobumuzda olmağı bu qış daha gözəl olardı. Geyimlər, üst geyimlərdən 2026-cı ildə daha çox dəri və suet paltolar, uzun paltolar, suetlərdə qısa jaketlər dəbdədir. Küklər, süni küklər bu il yenidən dəbə gəlir. Qısası və uzun küklər olmaqla bu il küklər daha çox dəbdə olacaq. Paltolar, uzun dramatik paltolar dəbdə olacaq bu il. Həm qara, həm boz paltolar da yenidən dəbdə qalır, amma bununla birlikdə tünd qəhvəyi paltolara daha çox üstünlük veriləcək. Geyimlərdə? Geyimlərdə, bəli, üst geyimləri dedi, həmən bu palto və dərilərlə birlikdə gündəlik rahatlıq və şıxlığı qorumaq üçün cinslər, botlarla birlikdə, amma daha çox klassik və zövqlü görünmək istəyirsinizsə, qısa suet ətəklər dəbdədir. Üst geyim olaraq daha bol, geniş, paltonun altından rahat görsənən jaketlər, koftalar daha çox dəbdə olacaq. Yenə də rənglər olaraq tünd qəhvəyi rənglər və süd rəngləri dəbdədir və bununla birlikdə transparan köynəklər, uzun boğaz jaketlər dəbdədir bu ildə. Yəqin ki, məni kimi ətək xoşlayan xanımlarımız da var. Hansı ətəklər dəbdə olacaq? Uzun yoxsa qısa? Bu il diz üstü suet və dəri ətəklər daha çox dəbdədir. Enli ətəklər bu il o qədər də görülməyəcək moda aləmində. Daha çox qısa və bədənə yapışan dəri və suet. Bəs ayaqqabı olaraq? Yəqin ki, qış ayları olduğuna görə sapaşkilər daha çox insanları maraqlandırar. Necə, hansı sapaşkilər? Cinslərlə və daha çox rahat ortamda gündəlik geyim üçün botlar daha çox və diz altı çəkmələr daha çox dəbdə olacaq. Amma dediyim kimi bu qısa ətəklərlə, dəri ətəklərlə daha çox diz üstü, stiletto tərzi çəkmələr daha çox dəbdə olacaq bu il. Xanımlardan dedik, yəqin ki, bəylərimiz bizdən inciyəcək ki, niyə məhz xanımları deyirsiniz? Bəylərdə hansı geyimlər dəbdə olacaq? Bəylərimiz üçün də rəng olaraq yenə də tünd qəhvəyi rənglər, boz rənglər dəbdədir. Qaraya üstünlük verməsək daha gözəl olur, amma qara rəngdə heç bir zaman dəbdən düşmür. Bunun üçün qara rənglərdə bəylərdə görəcəyik bu illər. Uzun boğaz jaketlər, sviterlər, zamoklu jaketlər, bəli, dəbdə olacaq. Tünd cinslər daha çox dəbdədir və təbii tonlarda olan botlar və əl çantaları bəylər üçün də bu il dəbdədir. Çox sağ olun, əziz tamaşaçılar. Dəbə baxmayaraq, yəqin ki, Nahid bəy də mənlə razılaşar. Sizə nə yaraşırsa, hər zaman onu geyinəsiz. Bəli, əlbəttə ki, insan özünə yaraşanı geyinməlidir, dəbə uyğunlaşmaq lazımdır, amma dəbi öz geyimində, öz tərzində insanlara çatdırmaq lazımdır. Bəli. Çox sağ olun. Siz sağ olun, var olun. Bax belə əziz tamaşaçılar, bugünkü verilişimiz də beləcə sona çatdı. Nə qədər maraqlı oldusa, onu siz daha yaxşı bilərsiniz. Gedirik ki, daha maraqlı sujetlərimizlə evinizin qonağı olaq. Hələlik.